Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Qarabağ xanlığı mövzusudur. Azərbaycan ərazisində yaranmış ən güclü xanlıqlardan biri də Qarabağ xanlığı idi. Qarabağ xanlığı da Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirməyə çalışan xanlıqlardan biri idi. Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirməyə çalışan xanlıqlar hansılardır? Urmiya xanlığı idi, Şəki xanlığı idi, Quba xanlığı idi və Qarabağ xanlığı idi. Qarabağ xanlığı 1748-ci ildən 1822-ci ilə qədər mövcud olmuşdu. Qarabağ xanlığının əsasını Cavanşir tayfasından olan Pənahəli xan tərəfindən xanlığın əsasını qoyulmuşdu. Qarabağ xanlığı Azərbaycanda yaranmış ən qüdrətli xanlıqlardan biri idi. Qarabağ xanlığı Araz və Kür çayı arasındakı torpaqları əhatə edirdi. Qarabağ xanlığının yaradılmasında bir sıra türk tayfaları mühüm rol oynamışdı. Hansı tayfalardı? Baharlı tayfaları idi, Çolanı tayfaları idi, Ziyadoğulları idi, 24 və 32-lər tayfaları idi, Kəbirli və Cavanşir tayfaları idi. Qarabağ xanlığı Qarabağ Bəylərbəy ərazisində yaranmışdı. Qarabağ Bəylərbəy ərazisində yaranan iki xanlıq var. Biri Qarabağ xanlığıdır, biri isə Gəncə xanlığı olmuşdu. Vaxtı ikən Qarabağ Bəylərbəyləri 1736-cı ildə Muğan qurultayı keçirildi. 1736-cı ildə Nadirin şah seçilməsinə qarşı etiraz etmişdi. Hansı tayfalar? Qarabağın 32-lər tayfası, Qarabağın Kəbirli və Cavanşir tayfaları Nadirin şah seçilməsinə qarşı etiraz etmişdi. Ona görə həmin tayfalar ailələri ilə birlikdə Xorasan və Əfqanistana sürgün edilmişdi. Hətta vaxtı ilə Qarabağ Bəylərbəyliyinin əlində olan Qazax, Borçalı və Şəmşəddil əraziləri Kartli, Kaxetiya çarının, yəni Gürcü hakimlərinin tabeliyinə verilmişdi. Hətta Qarabağ Bəylərbəyliyi ilə daxil olan məlikliklər isə birbaşa Nadir şahın hakimiyyəti altına düşmüşdü. Yəni həmin məlikliklər də Qarabağ Bəylərbəyliyinin ərazisindən ayrılmışdı. Qarabağ xanlığı ərazisinə yürüyüş edən xanlıqlardan biri Şəki xanlığı olmuşdu. 1748-ci ildə Qarabağ xanlığı ərazisinə Şəki və Şəmaq xanlığının Birləşmiş qüvvələri yürüyüş etdi və nəticədə Bayat savaşı baş verdi. Şəki xanı Hacı Çələbinin də məqsədi Azərbaycan torpaqlarını birləşdirmək idi. O Qarabağa yürüyüş etdi. Müttəfiqlərindən biri Şamaxı, digəri isə məliklikləridir. Qarabağ xanlığının mərkəzi Bayat qalasını bir ay mühasirədə saxlasa da, bu mühasirə Şəki xanlığı üçün və onun birləşmiş qüvvələri üçün uğursuzluqla nəticələndi. Hətta Bayat savaşından sonra Qarabağ xanlığı gücləndi və Qarabağ xanlığı öz hakimiyyətini daha geniş ərazilərə yaydı. Hansı ərazilərə yaydı? Qarabağ xanı Pənahəli xan öz hakimiyyətini Gəncə, İrəvan, Naxçıvan və Ərdəbilə yaydı. Hətta Zəngəzur ərazisini isə yenidən xanlığa birləşdirdi. Zəngəzur ərazisini xanlığa yenidən birləşdirdi. Bu da Qarabağ xanlığının gücünü artırdı. Qarabağ xanı Pənahəli xan xanlığın daxilindəki yerli feodallara və xarici hücumlardan müdafiə etmək üçün bir sıra tədbirlər görmüşdü. O, Nadir şah tərəfindən sürgün edilmiş tayfaları geri qaytardı, məliklikləri tabe etməyə cəhd göstərdi və Qarabağ xanlığı ərazisində bir sıra qalalar tikdirmişdi. Hansı bu qalalardır? Bayat qalası idi, Şahbulaq qalası idi və Pənahabad qalası idi. Lakin 1748-ci ildə baş verən Bayat savaşı göstərdi ki, Qarabağ xanlığının mərkəzi düzgün yerdə seçilməyib. Yəni, tez-tez digər xarici qüvvələr bura hücum edirdi. Daha sonra Qarabağ xanlığının mərkəzi bir müddət Ağdamda yerləşən Şahbulaq qalasına köçürüldü. Qarabağ xanı Pənahəli xan daha sonra xanlığın tikilməsi, yeni bir qala tikdirmək haqqında sərarcan verdi və 1752-ci ildə Pənahabad qalasının tikilişinə başlandı. 1757-ci ildə Pənahabad qalasının tikintisi başa çatdırıldı və Qarabağ xanlığının siyasi mərkəzi də Pənahabad və yaxud buna Şuşa qalası da deyilir və köçürüldü. Uzun müddət Şuşa qalası bu xanlığın mərkəzi olmuşdu. Qarabağ xanı Pənahəli xan xanlıq ərazisində yerləşən xristian məlikliklərinə qarşı da mübarizə aparırdı. Məlikliklər separatçılıq siyasəti yeridirdi. Separatçılıq siyasəti yeritməklə ayrılmağa meyl göstərirdilər
bu dövrdə onlar gürcülərə və ruslara ümid bəsləyirdilər. Lakin Pənahəli xan uğurlu siyasəti nəticəsində Məlikliklər arasında nifaq saldı. İlk öncə Vərəndə Məli Qarabağ xanlığına tabe edildi. Daha sonra isə Xaçın Məli Ballıqaya yaxınlığında baş verən döyüşdə məğlubiyyətə uğradıldı və bundan sonra Xaçın Məli də Qarabağ xanı Pənahəli xanın hakimiyyətini tanımaq məcburiyyətində qaldı. Daha sonra isə Dizaq, Çiləbörd və Gülüstan Məliklikləri də Qarabağ xanlığının hakimiyyətini tanıdı və beləliklə Pənahəli xan öz hakimiyyətini tamamilə Qarabağda möhkəmləndirdi. 1757-ci ildə Qacarlar tayfasının nümayəndəsi Məhəmməd Həsən xan Qacar Qarabağa yürüş etdi. 1757-ci ildə Qarabağ xanı Pənahəli xanla Məhəmməd Həsən xan Qacarın qüvvələri arasında baş verən döyüşdə Qacarlar məğlub oldu. Pənahəli xan qalib gəldi. 1759-cu ildə Qarabağ xanlığı Fətəli xan Əfşarın yürüşünə məruz qaldı. Şuşa qalasını bir müddət mühasirədə saxladıqdan sonra artıq 1759-cu ildə Şuşa qalası ələ keçirildi. Qarabağ xanı Pənahəli xan Urmiyalı Fətəli xan Əfşarın hakimiyyətini tanıdı. Hətta öz oğlunu da ora göndərdi. Öz oğlu İbrahim Xəlil xanı da Şiraza da deyirəm, İbrahim Xəlil xanı Urmiyaya göndərdi. Bu asırlıq 4 il mövcud oldu 1763-cü ilə qədər. 1763-cü ildə Kərim xan Zənd Fətəli xan Əfşarı məğlubiyyətə uğratdı. Kərim xan Zənd Fətəli xan Əfşarı məğlubiyyətə uğratdıqdan sonra Pənahəli xan da Kərim xan Zəndin müttəfiqlərindən biridir. O da Şiraz qonaqlığında iştirak etdi. Müvəqqəti öz hakimiyyəti oğlu Mehrəli bəyə tapşırdı. Hakimiyyəti Mehrəli bəyə tapşırdı. Özü isə Şiraza getdi. Daha sonra isə özü Şirazda qaldığı üçün bir müddət daha sonra hakimiyyətə gəldi. İbrahim Xəlil xan 1763-cü ildə Urmiyalı Fətəli xan Əfşarın öldürülməsindən sonra Qarabağa qayıtdı və Qarabağ xanlığında hakimiyyətə sahib çıxdı. İbrahim Xəlil xanın Qarabağ xanlığında hakimiyyəti 1763-cü ildən 1806-cı ilə qədər hakimiyyətdə olmuşdu. Qarabağ xanı İbrahim Xəlil xan da atası Pənahəli xan kimi birləşdirmə siyasəti yeridirdi. O da tədbirli siyasətçi idi. Qarabağ xan düşmənlərə qarşı mübarizə aparmaq üçün geniş diplomatik əlaqələr yaratdı. Avar xanlığı ilə, Gürcü çarlığı ilə və Şəki xanlığı ilə qohumluq əlaqəsi yaratdı. Hətta Təbrizdə öz adamı Əsədullah bəyi Təbriz taxtına əyləşdirdi və beləliklə öz hakimiyyətini Azərbaycanın cənubuna da yaydı. Hətta bir müddət Naxçıvan, Qaradağ və Gəncə ərazilərini də özünə tabe etdi və artıq İbrahim Xəlil xan bu ərazilərdə də söz sahibi olmuşdu. 1768-1774-cü ildə Rus-Osmanlı müharibəsi baş verdi. Rus-Osmanlı müharibəsində Rusiya Osmanlılara qalib gəldi. Rusiya bu müharibədə qalib gəldisə də Məlikliklər yenidən fəallaşdılar və ayrılmağa cəhd göstərdilər. Lakin İbrahim Xəlil xanın siyasi bacarığı nəticəsində Məlikliklər yenidən Qarabağ xanlığından itaəti qəbul etdi. 1780-ci ildə Kaxetiya çarlığı, Kaxetiya və Qarabağ xanlığının birləşmiş qüvvələri Gəncə ərazisinə yürüş etdilər və Gəncə torpaqları Kaxetiya çarlığı və Qarabağ xanlığı arasında bölüşdürüldü və beləliklə müəyyən müddət Gəncə xanlığında iki hakimiyyətlik yarandı. 1779-cu ildə Qubalı Fətəli xan diplomatik nümayəndə göndərdi Qarabağ xanlığı üzərinə, lakin Qarabağ xanı İbrahim Xəlil xan diplomatik nümayəndənin rəhbəri Məlik Məmmədi tutub həbs etdirdi. 1780-81-ci ildə Qubalı Fətəli xan Qarabağa yürüş etsə də, Qubalı Fətəli xan öz müttəfiqi Kaxetiya çarlığının köməyi ilə Quba xanlığının hücumunu dəf etdi. Bir müddət 1795 və 1797-ci illərdə Qarabağ xanlığı yenidən Qacarların yürüşünə məruz qalmışdı. 1795-ci ildəki yürüş dəf edilmişdi. 1797-ci ildə isə Qarabağ xanlığı Ağa Məhəmməd Şah Qacardan asılı vəziyyətə düşmüşdü. Bu asılılıq çox qısa bir müddət çəkmişdi. 1805-ci ildə Rusiya ilə
Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi imzalandı və 1805-ci ildə imzalanan bu Kürəkçay müqaviləsinin şərtlərinə əsasən Qarabağ xanlığı daxili müstəqilliyin saxlamaqla xarici siyasətdə Rusiyadan asılı hala düşdü. Xarici siyasətdə Rusiyadan asılı hala düşdü. 1806-cı ildə İbrahim Xəlil xan öldürüldü. 1822-ci ildə isə Qarabağ xanlığı ləğv edildi və Qarabağ xanlığında komendant idarə üsulu yaradıldı. Qarabağ xanlığında əsasən iki xan hakimiyyətdə olmuşdu. Pənahəli xan və İbrahim Xəlil xan. Hər ikisi birləşdirmə siyasəti yeridirdilər. Hər ikisi məliklikləri tabe etmişdi. Bunlar arasında oxşar xüsusiyyətlər nədir? Hər ikisi birləşdirmə siyasəti yeridirdilər. Hər ikisi Qarabağ xanlığı ərazisində yerləşən məliklikləri tabe etmişdi. Hər ikisi Qacarlara qarşı mübarizə aparmışdı. Hər ikisi müəyyən müddət özlərinin təsirini Naxçıvan və Gəncə xanlıqlarına yaya bilmişdilər. Qarabağ xanlığı ilə bağlı mövzumuz bu qədər.